Uşaqdan qayadan ünləndirdə yaşayacaq, qalacaq saqqallar. Uşağım var, bir dənə 50 uşağım var. Evli sökürlər, daha gəlirlər sökürlər. Ev qansızsınız, ev qansızsınız. Neçə illərdir qarşılıqlı verir, qarşılıqlı verir. Sınıfı verir, cənazət qarşılıqlı qansızsınız. Bu adres, bu eclaf, cəmaatı arvadları döyür. Bax, bu eclaf adamları döyür. Bu şerefsiz. Bu şerefsiz adam değil. Bu şerefsiz adam değil. Sen evinde. Sen evinde. Kaçır sana. Canlı açmışsınız ya? Ha? Canlı açmışsınız? Hı. Canlı. Sus. Ey bu. Bu maşınla bax 3-4 nəfər gəlib bu belə məhləni söhməyə. Səncə bir belə məhliyi bu 3-4 nəfərlə sökə bilərlər? Qorxuzurlar, bizi qorxuzurlar. Gözləri tökülmüşlər. Müəlliflər kompensasiya vermirlər bizlərə. Nə qədər millət. Elə bili vəhşidirlər, ermənidirlər. Ermənidən fərqi qalmayan xalqımız. Bir dəqiqə gəl bəllər. Qoy gəlsin, alsınlar. Çək. Billə. Çatın biz gəlmişik. Hamını burada bax heç nə demədən, hamını burada bir-bir aparırlar evə. Birinə deyirlər heç nə verilməyəcək, o birinə deyirlər məsələn hələ nümayəndə gələcək. Heç kim hesabını təşvisə salıblar. Kompensasiya ödənilmir. Bərbad günündədir. Toma dedi getmə getdilər. Deyirəm getmə cəmaat, bu cəmaat qırılıb da. Bura niyə gəlmirlər onlar? Üsyan idi, hamı üsyan idi. Herkes öz evinde olsun. Burada istida durmanın adı yoktur. Herkes öz evinde olsun. Nömrə gəlsin tapacaqlar. Nə verəcəklər bizə? Ünlü o gəl, nümayəndəniz danışırıq sizdən. Nə danışırıq, indi onlar verir. Burada gələn hamısı havayla danışır. Evində Birinci səfər deyil ki, burada Bakıda hər yerdə düşürdə. Gedib düz demirlər. Yəni burada biz evi niyə köçdük? Yaşamaq köçmüşük də. Kim icazə verir? Veriblər ki biz verməsələr daşı daşıdır. Qoya bilərsiniz. Bir də nə istəyirlər bizə? Kompensasiya ya da sökməsinlər. Yaşayırıq bu şəhərdə. Sizə nə deyirlər? Mən dəmir yolunda işləyirəm. Dəmir yolunda, dəmir yolunda. Nə cür danışılacaq sizdə? Lazım deyil. Ən gələn gəlsin, qışqırsın, geçsin.
Dalaşmağa gelmemiş. Dünya tələbəylikdir. Sən rayonun deyil, vətəndaş. Hər gələn gəlib arvad-uşağın üstünə qışqırıb getməlidir. Kim sən qışqırasan? Sən öz rayonun işinə.